Hamıya salam. Bu bizim kanalımızın ilk səsli videosu. Dedim ki, mən çəkinirəm turniki, yəni başqa dostlarımız çəkinsin, yəni bir xeyrimiz dəysin kiməsə, xalqımıza. Birinci turnik çəkiləndə əllərimizi sabit saxlamaq, o beləci, daha beləci, əllərimiz belə durmalıdır. Rahat çəkinmək istəyiriksə, əgər belə birinci başlayanlar belə çəkinərsə, beləncə turnik çəkinə bilməyəcək. İlk öncə beləncə turnik çəkinməyə öyrənməlidirlər. Çox sərbəst çəkinəcək. 5-6 turnikdən sonra çoxsu 10-15 deyir, amma yalandır. 5-6 turnikdən sonra podium pervorotdur, turnik üstə qalmaqdır. Onu demək istəyirəm ki, mənim kimi çəkinmək istəyirsə 5-6-ya çatdırmalısınız. İndi keçdik videomuzun editlərinə. Совпадения, а это все